Var. Kimdir ki bu mənə yalvarır deyə bir efirət Yok, yok. Əsər olmamışsan asla. Sənin xahişin nə qədər efirət edəmişəm asla. Sən nətər gəlib burada? Qalmaqal deyil. Mübariz oradan deyir, mən deyirəm. Xanım deyir ki, yalan deyir. Özünüz Düzgünə çıxardın. Yox, hamı yalan danışır, siz düz danışırsınız. sən deyirsən ki, Nətər yox idi. Mən 35 ildir bu sənətdə. Sən Cavanşir Məmmədov Allah rəhmət eləsin. Onun ansamblında saz çalan kimi çıxıb dayanırdın o neçə ildir o? burada. Sən solo verilişlərə Mübariz də hər zaman ona etiraf edib. 98-dən verilişlərə ilk dəfə mən səndən mən çıxırdım, telefonda gördüm danışıram. Mən də demədimmi ki, danış məni də sal ora? Sən mənə dedin ki, mübariz. Efirlər çoxdandır Bakıda yoxam. Ay ki, mən bunu sənə bir zaman demişəm. Pandemiya vaxtında orada bir neçə il qaldım. Onda gələndə dedim. Özdə mən sənə demədim. Sən mənə dedin ki, mən sənə demədim. Sən dedin ki, filan kəslə mənim aram yaxşıdır, münasibətim. Deməli, sənin işə boynuma qoymaq olur. Yox, mən olanı deyirəm. Deyirəm ki, sən mənə dedin ki, mənim filan kəslə münasibətim yaxşıdır. Qoydum səni də dəvət eləsin. Çıxarmadım efirəsi. Bugün nə olsun, burada nə var ki? Niyə onda zəhməti bitirirsən? Nə zəhməti? Eşnəyin üstündə. Sən mənə dedin ki, filan aparıcı ilə münasibətim əladır, qoy ona prodüserlə imkan vermirsən danışam. Sən danış. Sən düzgün danışmırsan. Hətta mən düzgün danışmıram. Mən düzgün danışıram. Deyirəm ki, pandemiya ərəfəsində idim. Mən bura gələndə sən mənə dedin. Dedim filan verilişdə prodüserlə dedim ki, verilişlərdə xeyli vaxtı yoxudum. Yəni verilişlərə ardıcıllıqla çıxım. Dedim filan kəs mənimlə arası yaxşıdır. Ona mən deyərəm səni. Nə olsun eldən elə desən mənə demişdin. Bax, söhbət olub, keçib. Onun sizə, sizin ona yaxşılığınız keçib. Gəl mehribançılıq eləyək, arada mehribançılıq olsun. Çünki veriliş, sən mənə zəng vurursan deyirsən belə-belə, amma orada pul təklif edirlər, sırası o verilişçiyə məclisə gedirsən. Bu dediyi padruqasının toyuna gəlmədim, dedim toyum var. Padruqası özü hardansa, rəfiqəsi. Hardansa mənim nömrəmi tapdı, dedi ki, mən işi qədər artıq qiyməti verim ki, mənim balamı toyunu. Ona türksün məndən. Mənə dedi ki, bir dəqiqə, mənə dedi ki, mən buna zəng vurdum, dedim, mənim padruqamın nəvəsinin kiçik toyudur. Orada gəlib bir dənə bir nömrə çıxış eləyərsən də. O da bunun Yevlaxda dostunun toyuydu. Gör nədən küsub ha mənim. Yox, bir dəqiqə deyək, Yevlaxda dostunun toyuydu. Mənə dedi ki, Yevlaxa... Efirə də çıxarmışam. Nə efirə çıxartmışam? Mənim əsəbim gəlir, yalçın. Efirə də çıxartmışam. Mən 2001-ci ildən efirlərdə olanda sən haradaydın? Mən Azər öz axtarıb. Mən demişdim səni Azərə. Nə danışırsan sən? Azəri də yığa bilərəm bu dəqiqə. İndi Azərlə ondan sonra sənin münasibətin bərqərar oldu. Sən mənə Samaradaydıq, Samarada demədinmi ki, mənlə Azər telefonda danışıb verilişdə dedim, gəlirəm falan günü Bakıya. Danışanda sən dedim ikinci dəfə 2 adam lazımdır orada. Əsas belə bir də əlavə qona. Sən demədinmi ki, Azərə dedim mən də çıxarsın. Balamın canı haqqı mən düz danışıram. Mən niyə yalan danışırsan sən mübariz? Ay adamı bir dənə